Vallahi de billahi de bak bu gördüğünüz bütün avadanlıklar değerinden kat aşağı qiymətə satılır. İster ehtiyatlı səs kimi, ister bütöv şəkildə, fərqi yoxdur. Sadəcə olaraq bəzi şeylərlə əlaqədar olaraq o barədə də açıqlama verəcəyik. Bu avadanlıkların hamısı bu dəqiqə satdığa çıxır. İster bak bu cür motosikləri var, nə bilim bak bu cür soçiklərdir, nə bilim nədirsə, ver bir dənə ümumi göstərim. Adlarını bilmirəm, məndən səhv tutanın söyüş qoymuşam. Bax buna drabilka deyirlər, nə bilim bu hansısa bir məhsulu tezlərindən üyütmək üçündür. Nə bilim bax burada bu cür detallar var, nə bilim bax bu cür soçiklər var, nələr varsa bilmirəm. Sadəcə olaraq bura köhnə zavod kimi fəaliyyət göstərir. Bir neçə ildir zavod kimi fəaliyyətini dayandırıb və bugünkü gündə bizim işlə əlaqədar olaraq bu avadanlıqlar ləğv olunmalıdır. İstər bütöv şəkildə alın, istər ehtiyat hissəsi şəklində alın, istərsə də nə bilim metalon kimi götürün, fərqi yoxdur. Dəyərindən sadəcə olaraq qat-qat aşağı qiymətə bu avadanlıqlar satılır. Və bugünkü gündə də necə variantda istəyirsinizsə sadəcə olaraq bizə lazımdır ki, bu avadanlıqlar buradan götürülsün. Yəni fikirləşməyin ki, burada nə bilim lazımsız avadanlıqlardır. Hər biri zavod üçün lazımlı olan avadanlıqlardır. Sadəcə olaraq bugünkü gün bizlər üçün lazım deyil. Kimin üçünsə, kimsə fabrik sahibləri üçün, zavod sahibləri üçün lazımdırsa, birbaşa gəlib əlaqə saxlasın və hər birini götürsün. Özüm ölüm bu fürsət bir düşəcək, bir də inanma ki, çətin düşər. Yəni buranı da belə opşu götürək. Yəni bu başından o başına kimi. Nəzərdə də tutulub plasmas stəkanlar istehsalı üçün, nə bilim qablaşdırma istehsalı üçün. Bax bu cür qablaşdırılma, bax o vaxtdan qalıbdır. Bax bu cür qablaşdırma falan buraxılıb. İndi hal-hazırda işləy vəziyyətdədir. Bütün avadanlıqlar sadəcə olaraq satlığa çıxıb, istəyən olsa bunu işlədiblər. İstəyən olsa əlaqə saxlasın.